Yavaş-yavaş yaxınlaşaq Naibə xanımın yaşadığı mənzilə. Görək kim var evdə. Pişirmişəm, bu şorba ye. Qurban olun, dur dərdini rəylə, nə olur da? Dərd mi eləyirsən, öl? Dur dərd eləmə, dur ölüm, dur şorba ye. Dur acından öldün, dur şorbamızı ye. Ay. Ay dərdiş, nə deyirsən? Gelin o quzuyu kəsək, şimdi xora pişirəsən. Ağzınız da gəlsin. Nə deyirsən, hə? Havalanıbsan, sən? O quzunun sümüyü dərsine yapışıb. Bu boyda quzudan bu boyda külfətə nə olacaq, ölüm? Dursan, hə? Nə sərmirsən bəy kimi? Dur, ölüm, dur. Hoş gəlmisiniz. Buyurun. Necəsiz? Şükür, siz necəsiniz? Bu da Çox sağ ol. Tramor şirkətindən sizə gözəl bir Nə gözəl çox. şirniyyat. Hələ bu son deyil, şirniyyatların ardı gəlir. Xoş gördük, xoş gəlmisiniz. Mən bu son zamanlar mənə insanlar deyirlər, tamaşaçılar ki, niyə görsənmirsiniz efirdə? Amma demək istəyirəm ki, mən artıq yəni verilişləri seçirəm. Səni də çoxdan tanıyıram. Və bu verilişin mənim marağımı cəlb etdi. Yəni görürəm ki, çox gözəl sənətkarlarımızı çəkirsən. Bu çox gözəldir. Arzu edirəm ki, verilişin həmişə belə uğurlu olsun. Yəni tamaşaçı sevgisi qazansın. Çox maraqlı verilişdir. Naibə xanım, etiraf edirəm ki, bu günləri dostluq münasibətini bir kənara qoyacağam. Bəli, təbii. Dostluq bir kənara qoyacağam və Naibə xanıma maraqlı bir efir təqdim edəcəyik. Bərabər tamaşaçılar verilişin sonuna qədər izləsinlər. Naibə xanımın da sürprizləri var, mənim də sürprizlərim var. İstədim ki, tamaşaçılar görsün ki, bizim sənətkarımız, xalq artistimiz Naibə Allahverdiyevanın bir günü necə keçir. Naibə Allahverdiyeva həyatında boşluq hiss edirmi həyatında? Təbii ki, olur, bəli. Nəyin boşluğudur sizin həyatınızda? Nə çatmır həyatınızda? Biraz sənətimdə boşluq var. Yəni mən daha çox rollar oynaya bilərdim. Mən daha çox məndən istifadə oluna bilərdi. Amma çox əfsuslar olsun ki, bu olmadı. Naibə Allahverdiyeva özün şanslı qadın hesab edirmi? Yox, şanslı yox. Daha çox zəhmətkeş qadın. Daha çox yəni hər şeyi çox çətinliklə əldə edən bir qadın. Yox, şanslı deyiləm mən. Yox, şanslı qadın deyiləm. Bəs həyatda etdiyi seçimlər hər zaman doğru oldu mu? Yox, səhvlərim çox oldu həyatda. Yəni həyat təcrübəm çox az oldu. Yəni mənə deyən olmadı ki, yəni əlimdən tutan olmadı bu həyatda ki, gəl bunu sənin üçün edək, bunu belə et, bunu belə etsən daha yaxşı olar. Mən bu sözləri eşitmədim, ancaq həyat məni tərbiyələndirdi. Yəni həyatda yaşadığım olaylar mənim gözümü açdı. Naibə xanım, baxın, hər kəsin həyatda bir çətin günü olur da. Yəni o çətin günlərdə Naibə Allahverdiyeva başını kimin çiyninə qoyub ondan dərdləşib, sirrini bölüşə bildi? Olub elə, amma elə sirlər var, işimdə elə bir şeylər var idi ki, yəni rəfiqələrim var, düzdür, dostlarıma deyirdim, amma o qədər dərin içimdə olan o dərin acılar var. Onları yox, ürəyimdə saxlayırdım, ancaq Allahla bölüşürəm mən onları, Allahla danışıram. Mən düşünürəm ki, hər zaman Allah mənə kömək eləyir.
hər zaman kömək eləyib mənə. Nə istəmişəm həyatda Allah verir. O da yəni Allah yetirir mənə. O da bilirsiniz nə ilə əlaqədardır. Çünki mən həmişə həyatda çalışmışam ki, insanlara qarşı yaxşı davranım. Çünki hər zaman mənim düşüncəmdə bu var ki, həyat bumerangdır. Yəni kimə yaşatdığını yaşamayınca, yəni Allah səndən əl çəkmir. Ona görə mən düşünürəm ki, bəlkə də etdiyim o yaxşı əməllər daha çox olub, nəinki səhvlərim. Nəbə xanım, bax, illərdir mən sizi tanıyıram. Gözlərinizdə bir həyat eşqi var. Amma o həyat eşqi ilə bərabər də bir kədər var. Kədər var. Onu mənə hamı deyir. Çox qəribə. Bəlkə mən ekslər bürcüyəm ona görə. Yəni mən gah belə oluram. Yəni anidən dəyişirəm. Nə bilim, bəlkə bu ondan irəli gəlir. Yəni mən bilirsiniz, bu son vaxtlar elə bil daha o deyirsiniz həyat eşqi. Elə bil ki, son zamanlar bu həyat eşqi məndə elə bil biraz, necə deyim, öldü yox, amma elə bil sönməyə doğru gedir. Bu, bəzi indi insanlar deyəcək ki, bu yaşla əlaqədardır, yox, yaşla əlaqədar deyil. Sadəcə olaraq biraz yoruldum. Kim yordu Naibə Allahverdi bana? Mübarizə yordu məni. Həyatda mübarizə aparmaq məni çox yordu. Bəlkə həyatınızdakı bir itkilər də ona təsir elədi. Təbii ki, həyatımda itkilər oldu. Həyatdır da, həyat belədir. Bu həyat deyirlər ki, yəni Allahın verdiyi bir ömür, sınaq bir ömür. Yəni bu sınaqdır biz insanlar üçün. İndi bilmirəm, sonra nə olacaq, o dünya deyirlər var. Naibə Allahverdiyeva ana itkisini yaşadı, Allah rəhmət eləsin. Ardından da bu yaxınlarda qardaş itkisini yaşadı. Bəli. Bu çox ağır bir şeydir. Özdə mənə bilmədiyim bir anda bu xəbər verildi. Yəni təkcə mən yox, heç kim bilmirdi bu xəbəri. Yəni heç bir qohumum xəbəri yox idi. O bir Rus xanımla evlənmişdi. Çoxdan yaşayırdı mənim qardaşım Rusiyada. 20 yaşından orada yaşayırdı. Əlaqələrimiz var idi, zəngləşirdik. Rus bir xanımla evlənmişdi. Nəysə, o xanım elə biraz qısqanc idi bizə qarşı. Qısqanırdı. Həmişə düşünürdü ki, biz onu yəni Azərbaycana qaytara bilərik, biz onu başqasından evləndirə bilərik. Yəni Azərbaycanlı xanımla evləndirə bilərik. Belə bir qısqanclıq var idi onun içində. Hətta yadıma gəlir, qardaşım bizi qucaqlayıb öpəndə, o gedib o birisi otağa girib ağlayırdı ki, sən onları məndən çox istəyirsən. Nəysə belədir də, yəni həyatdır bu. Bu mənə ağır zərbə oldu. Yasında iştirak edə bildinizmi yoxsa? Yox. Mənim xəbərim olmadı. Mənə televiziyada, deməli, Rusiyada yaşayan qardaşımın bir dostu canlı yayında mənə xəbər gəldi ki, mənim qardaşım... Dostunuz Elgiz Əkbərin verilişində. Hə, Elgizin verilişində. Və mən sözün düzü inanmadım. Çünki mənim başqa qardaşım da Rusiyada yaşayır. O da xəstədir. Allah göstərməsin, Allah ona can sağlığı versin. Yəni, mən doğrudan şoka düşdüm. Elə bir şey təsəvvür edirsiniz də. Mən evə gəldim. İnanırsınız, mən düşdüm aşağıda, maşında oturdum. Mən bir yarım saat maşında qışqırmışım ancaq. Yəni, qəbul edə bilmirdim 5 lira onu. Və fikirləşirdim ki, o xəstə olanda mən niyə mənə o, məsəl üçün, yoldaşım mənə zəng elib deməyib. Nəyə görə demədi ki, axı, heç kimə demədi. Elə xəbərsiz, yəni dəfn edib. Deyib ki, dəfn eləyin. İndi bu son 2-3 gündür mənə zəng eləyir. Yəni, deyəsən o zəng eləyir, mən də telefonu götürmürəm. Yəni, bu qədər, bu cür... Yəni, bilmədiniz, qardaşınız sağda dəfn olundu.
Yo, düşünürəm ki, özüm Rusiyaya gedəcəm. Rusiyada dəfn olunub. Dostum mənə zəng elədi, dedi ki, biz onu, yəni bizim müsəlman qaydasını, adət-ənənəsindən dəfn elədik. Narahat olmayın. Amma düşünürəm ki, mən gedəcəm, yəni getməliyim. Qəbr üstünə. Amma mənə çox pis təsir edir, təsəvvür edir. Niyə Azərbaycanda dəfn eləmədilər də? Çünki bizim xəbərimiz yox idi. O bizə arvadı bizə xəbər verməmişdi. Demişdi ki, heç kəsə deməyin. Mənim telefon nömrəmi istəmişdi. Dostu demişdi ki, bəs heç olmasa Naibə xanımın telefonunu ver. Verməmişdi. Demişdi ki, lazım deyil. Yəqin düşünüb ki, biz gəlib onu oradan aparacağıq. Azərbaycana gətirəcəyik. Burada dəfn eləyəcəyik. Ona görə tez onu dəfn elətdirmişdi. Sonra həmin dostu məni canlı yayımda görüb və düşünüb ki, bacısına xəbər vermək lazımdır. Yəni. Çünki mən nə vaxt zəng eləyirdim, deyirdi ki, Arif ya xəstədir, Arif yoxdur, Arif işdədir. Mən hər şeyi başa düşürəm. Neysə, bax belə. Mən deməli gəldim, 3 gün telefonları söndürdüm. 3 gün ancaq ağladım. Ancaq ağladım və heç kimlə danışmaq istəmirdim. Mən stres düşəndə, şoka düşəndə mən elə bir donub qalıram, bir anlıq donuram. Bəzən ağlaya bilmirəm. Amma gəldim 3 gün çox ağladım. Yəni elə bir dəhşətli bir ağlamaq gəlirdi mənə. Belə nə bilim valla. Çox ağır bir dərddir. Yəni bilirsiniz, bu dərdi heç kəsə yaşatmaq olmaz. Yəni nə qədər ürəyi daş bir adam olasan ki, insanın qardaşı rəhmətə gedə, sən onu gizlədəsən, sən onu xəbər verməyəsən, qoymayasan ki, onun dostları heç olmasa zəng eləsin, çağırsınlar. Mənim Tiflisdə də qardaşım var. O yazıq da şokdadır. Onun da xəbəri yoxdur. Bacım var Türkiyədə, onun da xəbəri yoxdur. Heç qohumlar hamısı televiziyadan bildilər ki, mənim qardaşım rəhmətə gedib. Heç kəsə bildirməmişdi onun həyat yoldaşı. Belə. Naibə xanım, bir ara şəxsi həyatınızda da nəsə problemlər yaşanırdı. Siz elə aktrisalardansınız ki, sevincinizi də, kədərinizi də tamaşaçılarla bölüşürsünüz. Heç bir zaman efirdə başqa, efirdən kənar başqa olmadınız. Naibə Allahverdiyeva həyat yoldaşı ilə bugün barışacaqmı? Küsülüydünüz. Onu sonra danışarıq da. Bugün mən sizi həyat yoldaşınızdan barışdıracağım.